Uzun illər tələbələrinə fəlsəfə fənnini tədris edən, bədii kitablarla dolu sakit bir dünyası olan 75 yaşlı tənha qadın öz evində qorxunc bir hücumun qurbanı oldu. Bakının Məşdağa qəsəbəsində baş verən bu tükürpədici hadisə illərlə eyni məhəllədə yaşayan bir qonşunun daxilində gizlənən qəddar üzünü ortaya çıxaracaqdı. Hər şey may ayında qəsəbə küçələrinə asfalt örtüyü çəkilərkən başladı. Keçmiş müəllim 1950-ci il təvəllüdlü Jalə Əsgərxanova ilə eyni məhəllədə yaşayan qonşusu Süleyman Cəbiyev arasında gözlənilməz bir mübahisə yarandı. Süleymanın iddiasına görə ustaların yanında qadın onu səbəbsiz yerə təhqir etmişdi və bu söz gənc oğlanın daxilində dərin bir qəzəb və intiqam hissi oyatmışdı. Günlərlə qonşusunu küçədə axtaran, lakin tapa bilməyən Süleyman nəhayət iyunun 28-də günorta saat 13:30-da qəti addım atmaq qərarına gəldi. O yaşlı qadının tək yaşadığı evin həyətinə gizlicə, hasardan tullanaraq daxil oldu. İçəri keçərkən qonaq otağının astanasında qəfildən Jalə xanımla üz-üzə gəldi. Keçmiş müəllim qarşısında qəfil peyda olan qonşusunu görəndə bərk həyəcanlandı. Süleyman ondan bir neçə gün əvvəlki təhqirlərin səbəbini soruşduqda aralarındakı gərginlik yenidən alovlandı. Bu an nəzarəti tamamilə itirən Süleyman yaşlı qadını yerə yıxdı. Yerdə uzanıqlı qalan qadının yenidən etiraz etdiyini görən Süleyman gözünü bürüyən amansız qəzəb dalğası ilə 75 yaşlı müəlliməni həyatdan məhrum etdi. Hadisənin törədilməsindən dərhal sonra Süleyman çox soyuqqanlı bir şəkildə iz itirməyə başladı. Əllərini mətbəxdə yuduqdan sonra otağa keçdi. Divarda asılmış qadın çantasından 450 manat pulu ələ keçirdi. Hətta evdə açıq qalan televizoru pultla söndürdü. Jurnal masasının üzərindəki mobil telefonu da götürərək qapını açarla bağlayıb ərazidən uzaqlaşdı. İz itirmək məqsədi ilə telefonu parçalayıb ayaqyoluna atdı və heç nə olmamış kimi evinə qayıtdı. Günlərlə bu barədə heç kimə heç bir söz deməsə də polisin operativ tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olundu. Bu qorxunc hadisə ədalət qarşısına çıxarılanda pərdəarxası məqamlar hər kəsi sarsıtdı. Süleyman ifadəsində ailəsinin ağır vəziyyətindən, valideynlərinin xəstəliyindən və əsəblərini sakitləşdirmək üçün vaxtaşırı zərərli maddələrdən istifadə etdiyindən danışsa da, quldurluq niyyətinin olmadığını iddia etdi. Lakin istintaq sənədləri Süleymanın qadının əmlakını ələ keçirmək planını addım-addım icra etdiyini ortaya qoyurdu. Mərhum qadının qardaşı oğlu isə bibisinin çox mülayim, sakit və daim bədii kitablar oxuyan baxımlı bir ziyalı olduğunu, heç kimlə heç bir ədavətinin olmadığını bildirdi. Məhkəmədə ədalət tərəzzisi öz sözünü dedi. Məhkəmə bu amansız hadisəni törədən Süleyman Cəbiyevi tamamilə təqsirli bilərək 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Əziz izləyicilər, fikirlərinizi mütləq şərhlərdə yazın, birlikdə müzakirə edək. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Salamat qalın.